İki dərsimiz gübrələrdir. Fosfordan sonra gübrələr gəlir. Gübrə nədir? Biologiyada onu keçiririk ki, daha dərinliyin, yəni biologiya, biz kimya olan hissəsini keçəcəyik. Gübrələr bitkinin həyatının müəyyən dövründə verilən elə bir ki, qidadır, belə deyək də. Yəni bitkinin hər hansı bir hissəsini, orqanının daha da sürətlə inkişaf elətdirir. Məsələn, deyək ki, düzdür, bizim bu hissəyə lazım deyil, biologiyada keçirilir ki, bitki əgər səhv eləmirəmsə azot gübrəsini ona görə verirlər ki, gövdə və yarpaqların inkişafını sürətləndirsin. Kaliumlu gübrələri soğanaqlı hissələrin, kökümlərin, yeraltıların inkişafı içində. Fosfor meyvə və toxumların inkişafını sürətləndirir. Yəni bu bizə lazım deyil əslində. Sadəcə bilgi kimi dedik. Mineral gübrələr var, bir də üzvü gübrələr var. Üzvü gübrələr də biologiyada keçilir. Peyin, quşsılı, torf, çürüntü, yəni bunlardır da. Amma mineral gübrələr bax kimyada keçəcəyik. Bitkiyə müəyyən qida elementləri lazımdır. Hər elementdən biraz lazımdır. Amma bitkiyə ən çox lazım olan elementlər azot, fosfor, kaliumdur. NPK deyək. Bax, NPK. Bitkiyə ən çox lazım olan qida elementləri bunlar olduğuna görə bunlara əsas qida elementi deyilir. Yəni bitkiyə başqaları da lazım, amma ən çox bu lazımdır da. Azot, fosfor, kalium olduğuna görə deyəndə qida elementləri, əsas qida elementləri hansılardır? NPK. Gübrə sadə gübrə olur, bir də kompleks gübrə olur. Əgər bir də kombin edilmiş gübrə olur. Heç görmürəm kombin edilmiş gübrələrdən testlərdə verilir, amma yenə də elə belə deyəcəm. Sadə gübrə nədir? Əgər o gübrənin tərkibində yalnız bir dənə qida elementi varsa, yəni azot, fosfor, kaliumdan üçündən biri varsa, o sadə gübrədir. Amma 3 qida elementindən öncə ikisi varsa, o kompleks və ya mürəkkəb gübrə adlanır. Amma kombinə edilmiş gübrə, yenə deyirəm, testlərdə görməmişəm, bir neçə gübrənin bir yerdə qarışmağı kombin edilmiş gübrə adlanır ki, buna məsələn nitrofoskanı misal göstərmək olar. Nitrofoska adım bilib bəsdir. İndi biz məsələn bura baxın. Deyək ki, deyirəm ki, bax, natrium nitrat, NH4NO3, kalium NO3, fikir verin, NPK-dan burada ancaq N var. NPK-dan ancaq N var. NPK-dan NK var. Deməli, belə çıxmır ki, bunlar sadə gübrədir, yalnız azot var da içində. Amma bunun içində azot, fosfor, kaliumdan ikisi var. Burada deməyin, azotdan 2 dənə daxı. Azotdan 2 də say olaraq demirəm, NPK-dan yalnız azot var. Bircə dənə qida elementi iştirak edirsə bu sadə gübrədir. Amma bir neçə qida elementi varsa, onda kompleks və ya mürəkkəb gübrə adlanır. Bu çatdı. İndi biz bir baxaq, azotlu gübrələr hansılardır, fosforlu gübrə hansıdır, bir də kaliumlu gübrə hansıdır. Azotlu gübrələrə yazaq da burada nə yazaq? Azotlu gübrələrə aiddir, məsələn, karbamid, biologiyada ona sidi cövhərdə deyilir. Keçəndə, amma bizdə burada karbamid deyilir. Yəni CO, NH2, 2 dəfə karbamid. Bu amoniumun duzu deyil, amoniumun duzu NH4-ün duzudur, bu karbamiddir. Sonra natrium nitrat və Bunun alınmasını keçmişdik də biz. İndi almalarını da yazacağıq. Bu gübrələrin özünü yazaq, almalarını da yanından. Natrium nitrat, azot var. O demək deyil ki, bütün azot olan maddələrin hamısı gübrə adlanır. Və bütün fosfor olan gübrələrin hamısı gübrə adlanır. Yox. İmena nə keçirir, onlara fikir verin. Natrium nitrat, bu natrium nitrat və ya nəşə orası demişdik. Bu nəşə orası. Baş hərfini deyim, mən deyimin ucundaydı, baş hərfini deyim. Çiliş orası. Çiliş orası. Elə deyil. Və yaxud başqa azotlu amonium sulfat. Bunun adı amonium, adını yazmıram yanına. Bunun adı amonium sulfatdır. Azotlu, bu azotludur. Bir kalium şorası var idi. Bu azotlu gübrələr, bax bunlardır. Bunun adı dedik karbamid. Hələ onlar deyəcək. Azotlu gübrələrdən. Nəyə misal göstərmək olur? Birini orada yazdım, birini buradan özüm də qarşı saldım. Bu karbamiddir. Sonra nə dedik var? Çili şorası. Çili şorası. Bir de NH4 natrium NO3. Sonra amonium sulfat. Amonium sulfat. NH4 2 dəfə SO4 və amonium hidrosulfat fərqi yoxdur, bu şəkildə yazırıq. Natrium nitratı yazır. Azotlu gübrələrdən ən çox testlərdə bunlar verilir. İndi keçək fosforlu gübrələrə. Fosforlu gübrələrə diqqətlə bura bax. Bir də azotlu gübrələrdə nə verilir? Bunun adı nədir? Bunun adı nədir? Amonium nitrat və amonium şorası, elə deyil? Amonium şorası. Fosforlu gübrələrə presipitat aiddir.
Bax, buradan qoy yazıram. Fosforlu gübrələrə aiddir prespitat. Bir də qulaqsın pitat. 2 qat superfosfat. Bir də var sadə superfosfat. Bax, sadə superfosfat belə 2 qat superfosfat belə yazılır. Kalsium dihidroortofosfat. Amma sadə superfosfat kalsium H2PO4 2 dəfə vur kalsium SO4. Yəni tərsinədir. 2 dənə yazılana sadə superfosfat deyirlər, amma bir dənə yazılana 2 qat superfosfat. Amma bir də var prespitat. Kalsium HPO4 vur su. Ən azından birinci qruplar bundan yenə də prespitat testdə çox görməmişəm, amma 2 qat superfosfat bunu çox görməmişəm. Amma bu testlərə ən çox düşən gübrə budur. Bunların hamısı çox düşür. Bunlar deyəcəyik. Amma kaliumlu gübrələrə isə kalium xloridi misal göstərmək olar. Kompleks gübrələrə isə kompleks. Kalium NO3 həm K var, həm N var. Həm də amoniumun ortofosfatı, amonium dihidroortofosfat, hidroortofosfat onları yazacağıq. Deməli, azotlu gübrələrdən danışaq. Bunlar sadə azotlu gübrədir. Sadə azotlu nə deməkdir? Yalnız azot qida elementi var da, başqa pK yoxdur axı. Bunu indi necə alarıq? Buradan görünür. Bəli, görünür. Hə. Bunu indi necə alarıq? Sizcə bunu necə alırdıq keçmişdik? Karbon qazının amonyakla reaksiyası qəbullarda, sınaqlarda çox düşür. Alınır karbamid gübrəsi CO, NH2 2 dəfə və su. Bircə dənə bura 2 yazmaqla bütün əmsallar düzəldi. 6 dənə hidrogenin hamısı düzdür. Yenə deyirəm, karbon qazı və 2 mol amonyakın reaksiyasından alınır karbamid və su alınma reaksiyasıdır. Natrium nitratı necə alırlar? Natrium karbonatın üzərinə qonur rəngli zəhərli qaz gəlirlər. Axı qonur rəngli bu zəhərli qaz 2 cür turşu yaradırdı. Nitrat və nitrat. Axı NO2 su ilə nadilə girəndə HNO3 və HNO2 yaradır. Bu da bununla girəndə natrium nitrat, üstə gəl natrium nitrit, üstə bax natrium nitrit və karbon qazı alınır. Bu amoniumun duzudur da. Amoniumun duzu necə almaq olar? Amonyakın üstünə nə gəlməklə? H2O. Amonyakın üstünə H2O gələndə naşatır spirt alınır, ay bala. Sulfat ilə gələrikdə. Sulfat gələrik. Amonyakın üzərinə sulfat turşusu gələndə özü 2 daxı burada 2 mol amonyakın üzərinə alınır. Hidrogenin ikisi də NH4 ilə əvəz olunur. Əgər 1 mol gəlsəydi NH4 nə? 1 mol gəlsəydi HSO4 əmələ gələr. Eləmə onu qulaq as. Siz apazınız belə. Eləmə, qoy kənara. Deməli, sonra bunu necə almaq olar? Yenə də amonyak, nitrat turşusuna reaksiyaya girəndə alınır NH4, NO3. Yəni sadə azotlu gübrələrin adını denən amonium şorası, amonium sulfat, bir də hidrosulfat, çili şorası və karbamid. Ən çox yenə deyirəm testdə üçün o karbamiddir. Hansı gübrənin alınmasında, məsələn, 4-cü qrupa düşər də, bu bəlkə birdə də düşər. Hansı gübrənin alınmasında 2 cür qaz, yəni 2 qaz reaksiyaya girir. Karbamid gübrəsində 2 qazın reaksiyasından alınır. Hansı gübrə istehsalında qonur rəngli zəhərli qazdan istifadə edilir? Bax, bunda istifadə edilir. Qazdan 5 maddə yaranır. 2 dənə qaz girdi. Bu maddə yarandı. Niyə yaranmır ki? Hidrogen qazı üstə gəl oksigen qazı alınır su, maye. Yəni o elə bir fikir yoxdur ki, qazdan bərk alına bilər və ya maye alına bilər. O nə alınır? Fərqli maddələr alına bilər. Sonra bax, heç bunları isə bir şeydir. Bunu necə alarıq? Bir düşünün. Normal duzun üzərinə nə gəlsəm, bunu ala bilərəm. Normal duzun elə turşusun gələrəm də, içindəki turşusundan gələrəm də, H3PO4 gələrəm, alaram kalsium, H2PO4 2 dəfə turşulaşdırarıq da. Elə deyil. İndi 3 dənə kalsium var, 3 dənə kalsium. Fosfora bax, 6 fosfor var. İkisi burada, 4'ü burada. Elə deyil. Hidrogenlərə baxın. 12 hidrogen var. 4 vur 3 12. Qalan düzəldi, oksigeni də düzəldi. Yəni normal duzun üzərinə 4 mol turşu gəlməklə. Heç 4-ə əzbərləməyinizə ehtiyac yoxdur, yazıb görəsiniz. Normal duzun üzərinə turşu gəlməklə. Amma burada isə bu normal duzun üzərinə H2SO4 gəlməklə belə də alına bilər. Bu geri bunu çıxarsın, kalsium SO4 və H3PO4. Nədir? Qulaq asın. Deməli, burada onu demək istəyirəm. Sulfat turşusu girib bunda çıxara bilər. Kalsium sulfat üstə gəl H3PO4 da alına bilər. Bir də bu maddə də alına bilər. Prespitat da alına bilər. Amma kalium xlorid
4-cü qruplarda belə bir sual düşürdü o vaxtda. Mane olma, dərsə qulaq as. O vaxt 4-cü qruplarda belə bir sual düşürdü ki, meşə yanandan sonra torpağa hansı gübrənin vurulmasına ehtiyac yoxdur. Külün əsas tərkib hissəsi, bax K ilə başlayır da. Külün əsas tərkib hissəsi kalium xloriddir. Yəni kaliumlu gübrədir. Külün əsas tərkib hissəsi kaliumlu gübrədən ibarətdir. Bu da kalium gübrəsidir də. Meşə yanıb qurtarıbsa, külün içində kalium var da. Bir də mən nə edirəm ki, kaliumlu gübrə vurum? Da kaliumlu gübrə vurulmasına ehtiyac yoxdur. Bu nədir? Kalium nitrat, Hindistan şorası. Burada da amonium ortofosfatı necə alırıq? Amonyakın 3 mol amonyakın üzərinə H3PO4 gəlməklə keçilib deyə bunlar dəfələrlə demişik, yazmıram. 2 mol amonyakın üstünə gəlmək olar, 1 molunda amonyakın üzərinə H3PO4 gələndə turş duzları alınır. 3 dənə olanda, bax bu tri-ammafos adlanır bu maddə. 2 mol amonyak olsaydı di-ammafos, yəni NH4-dən 2 dəfə HPO4 di-ammafos. NH4-dən bir dənə olanda H2PO4 ammafosdur. Deməli, suallar verilir, məsələn, 1-ci qruplarda düşən tiplər, ümumiyyətcə gübrələrdən. Gübrə istehsalında hansı turşulardan istifadə edilir? Gübrə istehsalında sulfat, nitrat və ortofosfat turşularından istifadə edilir. Əzbər bilin. Gübrə istehsalında sulfat, nitrat və ortofosfat turşularından istifadə edilir. Başqa xlorid zad yox, başqa turşulardan yox. Azotlu gübrələrə misallar bunlardır, fosforlu gübrə bunlardır, kompleks gübrələrdir, kalium nitrat, yəni 2 qida elementi olsun da, bir də amonium ortofosfat. Çatdı, çətin olmadı. Bu gübrələr haqqındaydı.